Fussilet surəsinin 44-cü ayəsində bu kəlməyə rast gəlirik və diqqət yetirdikdə görürük ki, əlif hərfinin üzərində bəzi çap növlərində nöqtədən fərqli olaraq yumru, qara rəngdə dairəyə bənzər bir əlamət qoyulur. Məlum olur ki, burada hər hansısa bir qayda baş vermişdir. İnşallah öyrənməyə çalışaraq bu hansı qaydadır və bu qaydadan necə düzgün istifadə edə bilərik. Quran-ı Kərimin fərqli çap növləri var. Biz bu kəlməni daha da aydınlaşdırmaq üçün aşağıdakı biraz da aydın yazılan bir çap növündən istifadə edərək yazdıq və artıq məlum oldu ki, bu həmzə imiş. Deməli, iki həmzə yanbayan gəlmişdir. Bəs bunlar necə oxunulmalıdır? Birinci həmzə olduğu kimi öz xüsusiyyətindən həmzə bildiyimiz kimi əşşiddə hərflərindəndir. Məsələ bu cür oxunulur, ə. Amma ikinci həmzə təshil qaydası üzrə oxunular. Təshil sözü də lüğətdə asanlaşdırmaq, istilahda isə həmzəni asan surətdə tələffüz etməyə deyilir. Asan surətdə dedikdə, təshil qaydası dedikdə nə başa düşürük? Biraz da asanlaşdırmağa çalışaq. Deməli, dediyimiz kimi birinci həmzə olduğu kimi qalır, ə. Amma ikincini sanki biraz yumuşaq və azacıq səsimizi uzadırıq. Əcəmiyyun, əcəmiyyun, əcəmiyyun. Təxminən bu cür. Və burada səhv etmə ehtimalları da ola bilir. Çox diqqətli olaq. Təxminən bir 3 səhv etmə ehtimalına işarə edək. Biri bu ola bilər ki, bu sanki vasıl həmzəsi kimi nəzərdə tutular. Buradan birbaş ayn hərfinə keçid alınır. İkinci səhv etmə ehtimalı əvvəldə dediyimiz kimi, bu da bu həmzə kimi oxunular. Təshil qaydası kimi oxunulmaz. Bu da səhv oxunuş sayılar. Üçüncü səhv etmə ehtimalımız, bu əlif sanki əlif məddi kimi nəzərdə tutular, fəthə uzadılar. Bu da səhv oxunuş sayılar. Deməli, Quran-ı Kərimdə yalnız bir yerdə Fussilet surəsi 44-cü ayədə təshil qaydası baş vermişdir. Bəzi Quran-ı Kərimin çap növlərində oxuculara bir mesaj kömək məqsədi ilə bu əlamət qoyulur. Bəzi Quran-ı Kərimin çap növlərində isə bu cür aydın yazılır və aşağısında təshil yazılır.